Bakıda yerləşən Şadlıq saraylarının birində kütləvi zəhərlənmə olub. Hadisə Xətai rayonunda yerləşən Veneziya Şadlıq evində qeydə alınıb. Zəhərlənənlərin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd Qafqazinfoya açıqlama verib. 19 aprel 2025-ci il 32 nəfər dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib. Dərhal xəstələrə tibbi xidmət göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb. Aktadan oxuca verilən məlumata görə isə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həmçinin bildirilib ki, hadisənin baş verdiyi Şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.